İşğaldan azad olunan ərazilərə böyük qayıdış davam etdirilir. Xocavənd rayonunun Xocavənd kəndinə yola salınan sakinlər doğma yurdlarına çatıblar. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat verib. Bu mərhələdə Xocavənd kəndinə qayıdan 36 nəfərdən ibarət 11 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Eyni zamanda Cəbrayıl rayonunun Horovlu kəndinə yola salınan sakinlər də doğma yurdlarına çatıblar. 30 ailə olmaqla 131 nəfərə evlərinin açarları təqdim olunub. Sakinlərə anam əməkdaşları tərəfindən mina və patlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə məlumat verilib. Onlara tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaq, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermək tövsiyə olunub. Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.